Azərbaycan teleməkanında bir neçə məşhur veriliş bağlandı. O cümlədən bizimləsən, səni axtarıram, həmin zaur, rəngarəng və s. Dövlət öz mövqeyini ortaya qoydu. Baxmayaraq ki, bu verilişlərin bəziləri hətta bəzən bir nazirliyin gördüyü işdən belə artığını görə bilirdi. Amma indi zaman göstərəcək, düz idi yoxsa səhv idi. Amma indi burada tamaşaçının üzərinə hansı bir vacib missiya düşür və tamaşaçı bu missiyanı yerinə yetirsə doğrudan da haqlı idi, doğrudan da bu verilişlər bağlanmalıymış. Söhbət nədən gedir? Hər axşam canlı yayımlarda, üzdən İraqların yayımlarında 50 min, 40 min, bəzən 80 min civarında izləyici olur. İndi kimsə gəlib yaza bilər ki, burada 50 min, 80 min belə deyək, cəmiyyətdə pis adam ola bilər. Yaxşı, onda bir 50 min, 80 min civarında da yaxşı adam olsun ki, bizim xəbər yayımlarımızda izləsin də 500-600-dən o tərəfə qalxmır. Demək ki, bu dırnaq arasında cəmiyyətin sosial sifarişidir. Əgər doğrudan da həmin şəxslərin canlılarında, canlı yayımlarında yenə bu qədər adam olsa, əgər yenə də 15 yaşında qız nə bilim ərə gedirsə, qardaş qardaşın arvadına göz dikib sonra o birisi bu birisini vurub öldürürsə, bu cəmiyyətimizdə baş verən hadisələr də bilirsiniz. Nə bilim hansısa bölgədən, hansısa rayondan, şəhərdən fərqi yoxdur. Kimsə 3 uşağını qoyub taksi sürücüsünə qoşulub qaçırsa, yəni bu proseslər davam eləyəcəksə, deməli bu məsələ bu verilişlərlik deyilmiş. Yox. Bu kimi halların qarşısı azalacaqsa, nə bilim, ətin qiyməti düşəcəksə, pensiya artacaqsa, maaş artacaqsa, demək doğrudan da bax, bütün bu problemlərin səbəbkarı bu verilişlər imiş. Amma məni ən çox maraqlandıran odur ki, indidən sonra görək bu sosial şəbəkələrdəki üzdən İraqlar ki var, bahalı qiymətə də reklamlara gedirlər. Həmin onlar da o reklama aparan üzdən İraq iş adamları var. Bax, görək indi onların canlılarında nə qədər adam olacaq. Tamaşaçı əsl kimliyini, əsl şəxsiyyətini bax indi ortaya qoymalıdır. Ondan sonra bəli, Azərbaycan tamaşaçısı deyə bilər ki, mən gerçək tamaşaçıyam, mən intellektual veriliş istəyirəm, mən filan verilişlərə layiq deyiləm. Yox, əgər bu cür onlaynlar davam eləyəcəksə, demək ki, tamaşaçı sadəcə riyakardır, kimlərinsə, yüzlərlə insanların işsiz qalması üçün, belə deyək, günlərdə, aylardır bu mübarizə gedirdi. Çünki biləsiniz ki, həmin verilişlərin hər birinin arxa planında onlarla şəxs çalışırdı və onlarla şəxsin də işsiz qalmağı, yüzlərlə şəxsin işsiz qalmağı, minlərlə insanın, necə deyərlər, çörəksiz qalmağı demək.